Və Şah Abbasın 1599-cu ildə Şah Abbas Şeybaniləri məğlub edir və haranı qaytarır? Xorasanı. Və Xorasanı qaytarır. Şeybanilər dövləti süqut edir də 99-da. Bunun hücumu nəticəsində süqut edir. Bütün dövlətlər arası qaldırılında səfərdər, hə? Yarısı bunlar, yarısı olmuşlar. Deməli, Xorasanı qaytarır. Daha sonra, deməli, Osmanlıya qarşı müharibəyə başlamalıdır da. Amma bunun üçün nəsə bir bəhanələr fonlar lazımdır. 1603-cü ildə Təbrizdə üsyan baş verir. Təbriz hansı dövlət hakimiyyəti altında? Osmanlı. Osmanlı. Deməli, üsyan kimə qarşı baş verir? Osmanlıya. Osmanlıya qarşı baş verilmiş üsyan baş verir və bundan istifadə edən Şah Abbas elə həmən 1603-də Osmanlıya qarşı müharibəyə başlayır. Və bu müharibə 1603-cü ildə müharibə başlamasıyla 1590-cı ildəki İstanbul müqaviləsinin şərtləri pozulur. Üçüncü və müharibənin üçüncü və yeni bir mərhələsi başlayır. Yeni Osmanlı Səfəvi müharibəsi başlayır. Müharibəsi 1603-1612-ci illəri əhatə edən müharibə. Deməli, 1603-cü ildə haralar azad edilmişdir. Bunu yadda saxlayaq. Cədvəl şəklində. Deməli, ilk növbədə Təbrizin azad edilməsi ilə 1603-cü ildə Cənubi Azərbaycanın taleyi həll olunur. Taleyi söyləyərək bura. Taleyi həll olunur. Yəni ki, Arazdan cənubdakı yerləşən Azərbaycan torpaqları hamısı Osmanlılarına azad edilir. 1603-də başqa hara? Naxçıvan, Culfa və Ordubad. Bunlar da azad edilir. Ordubad əhalisi də Osmanlılara qarşı üsyan qaldırmışdı və Səfəvi ordusunun irəliləməsinə yardım göstərmişdi. Vergidən azad edilməsi. Ona görə də Şah Abbas bunları dövlət xəzinəsinə olan bütün vergidən azad etdi. Ki, yanımıza kömək eləmişdir. Daimi yoxsa neçə illik? Əlbəttə ki, daimi yoxdur, bir neçə müddətə. Deməli, və 1603-cü ildə İrəvan və yaxud da ki, Çuxursər Səfəvi qoşunları tərəfindən mühasirəyə alınır. Amma 1603-cü il uğursuz olur bunlar üçün. Tuta bilmirlər İrəvanı. Qaytara bilmirlər daha doğrusu. 1604-ə keçdik. 1604-də İrəvan da azad edilir. Cəlallərə burada sığınacaq verir də mənim səfərimdə. Deməli, İrəvan azad edilir. Bundan sonra bir də bir şey deyim də, köhnə kitablarda belə bir şey var bizdə. Deyir ki, İrəvan qalasının mühasirəsi zamanı Azərbaycanın ustalar tərəfindən düzəldilmiş toplardan istifadə olunurdu. Bundan sonra Arazın sol sahilində, bu Arazla belə getsə, Arazın sol sahili Naxçıvan, Culfa, Ordubad və İrəvan azad edilir. Sol sahil Araz. Bundan sonra adam böyük sürgün və yandırılmış torpaq taktikası, böyük sürgün siyasəti həyata keçirir. Və bundan sonra da burada yandırılmış torpaq taktikasından istifadə edir. Təmasiblə eyni ortaq. Torpaq taktikası. Yeni, Arazın sol sahilində yaşayan əhalini, Naxçıvan, Ordubad, Culfa, İrəvan bölgəsində yaşayan əhalini köçür İranın mərkəzi hissələrinə və həmən yerdə Osmanlıların əlinə keçə biləcək, işinə yaraya biləcək, hər nə varsa, hər bir şey nə edir? Məhv edir. Kim eləmişdi bunu əvvəllər? Təhmasib, birinci Təhmasib. Təhmasibdə Sultan Süleyman 3 dənə yürüşü baş verdi, 4 dənə yürüşü baş verdi. Həmən 4 yürüşün üçündə yazılır ki,
yandırılmış torpaq taktikasından istifadə edilir. Mən sizə demişdim ki, əslində o ikinci də yandırılmış torpaq taktikasından istifadə edilir. Amma da yazılmasa da, amma orada məhv edildi, yandırıldı sözləri keçirir. Onu görə bildik ki, biz orada demək yandırılmış torpaq taktikası var.